Her vaktiniz hayır olsun hürmetli tamaşaçılar. 8 noyabr Zəfər günündə Rofum komandası növbəti oyununa çıxır. Komandamızın bugünkü rəqibi AF Grup Akademinin yetirmələridir. Topu oyuna Rofum komandasının oyuncuları daxil etdi. İlk həmlə Rofumlardandır. Oyun Rofumların ilk hücumu. Fuat, Məhəmməd, rəqib topu ələ keçirdi. Qapıya da zərbə. Gol. İlk gol rəqibdən gəldi. Gol qeydə alınmır. Bəli, gol qeydə alınmır. Tamerlan. İlk təhlükəli hücum oyun ərzində hələ ki oyun ilk dəqiqələridir. AF Grup Akademinin yetirmələrindən gəldi. Məhəmməd, Fuat, Ağabala, out Rofum. Məhəmməd, Fuat, Tamerlan, out. Rofumlar topu oyuna daxil edəcək altdan. Xeyr, cərimə zərbəsidir bu. Tamerlan, Məhəmməd qapıya doğru zərbə. Ağabala, Fuat. Ay, alınmadı. Rəqibin 8 nömrəli oyuncusu irələmək istəyirdi. Ağabala topun qarşısını aldı. Tamerlan, Fuat. Top Fuat'tan çıxır. Rəqibə dəyərək çıxır. Fuat. Rəqib Rofumların hücumunun qarşısını alırlar. Fuat'dan ötürmə Ağabalaya. Top çıxdı. Tamerlan topu ələ keçirir. Tamerlan qapıya da zərbə. Gol! 1-0. Rofum 1, AF Grup 0. Abbas topu qəşəng keçirmişdi. Məhəmməd. Kapıya doğru götürme. Tuncay bugün kapını muhafaza ediyor Rofumlarda. Rakibin hücumuna Abbas topu ele geçirir. Abbas. Tamerlan. Əli oynadı burada Tamerlan. Ağabala və Ağabaladan top çıxır. Qaptan sərbəst zərbə ilə rəqib top oyuna daxil edəcək. Rəqibin hücumu alınmadı.
Ağabala. Güzel zərbə. Fuat kapıya doğru. Tamerlan'dan gol! İkinci gol Tamerlan'dan. Tamerlan yine topu ele getirir. Mehmet. Ağabala. Geçmedi. Rafunların hücumu devam edip kapıya doğru Tamerlan'dan ala bir zərbə. Kapısı çok yaxşı oynuyor rəqibin. Fuat alttan topu oyuna daxil edir. Mehmet. Mehmet'den Tamerlan'a ötürmə. Yok, Abbas'a ötürmə. Tamerlan ve rəqibin 8 nömrə oyuncusu mübarizə aparırdı. Alttan Rafunlar topu oyuna daxil edirlər. Qapıcı çox əla oynadı burada rəqibin qapıcısı. Fuat'tan Tamerlan'a Ağabala. Ağabala'dan Abbas'a ötürmə və qapıya zərbə ama geride bir zərbə oldu. Top qapının yanından keçdi. Bu Rofun komandasının sayca bu il 9 ligasında 5. oyunudur. Bundan əvvəlki 3 oyunu Rofun komandası qələbə ilə yekunlaşdırıb, bir oyunda məğlub olub. Bugün 5. oyundur və hal-hazırda 2-0 öndədir. Məhəmməddən əla bir zərbə idi, amma qapının yanından keçdirir. Hop! Şimdi rəqibin hücumunu izləyə bilərik. Ağabala özü irəliyir. Ağabala eşşək Ağabala irəliyir. Tamerlan'a pas verdi ama Akçı yine çok güzel oynadı. Fuat. Ağabala. Abbas. Abbas. Evet. Ağabala'dan kapıya da üzerine gol. 3-0. Tamerlan topu ele geçirdi, kapçı yönetecek. Şu oyunun yerindeydi. Abbas. Tamerlan. Tamerlan. Kapıya doğru zərbe və gol. Gol, gol, gol. Şimdi rəqibin hücumu 7 nömrə oyuncu gözəl keçmişdi Fuadı. Ama Mehmet buna imkan vermedi. Hücumun karşısına aldı.
Shadow zərbə. Tuncay. Topun altı gibi imkan vermedi. Top ile çıktı. Out. Bırak gidildi. Akıya doğru zərbə. Tamerlan yine top ele geçirir. Tamerlan çok güzel geçirir rakibi. Tamerlan. Ay ay ay. Son zərbəni alarak rakip vurabilmedi ama çok güzel geçmişti burada Tamerlan. Tuncay Ağalı oynadı burada. Oralar topu kenarlaştırır. Alttan Rofunlar topu ona dahil edir. Fuat arabalar topu çatmır. Biraz serbest kuvvetli olur. Rom komandasında oyuncu değiştiriyor. Behram. Rakibin yüzünü izleyerek top Rofunlardan çıkır. Görüntünü biz size aşağıdan gösterebilmirik. Rofunların Riyad. Şimdi ise rakibin hücumu karşılanır. Tuncay kapıyı koruyor. Her iki sayfa yol vermiyor. Behram top ele geçirir. Behram ilerleyir. Behram. Önünde 3 oyuncu var. Top bitirir Behram. Yok. Sona kadar var yaparır Behram. Ağla Behram. Riyad. Yüzünün karşısına alır. Riyad. Behram. Kapıya doğru zərbə. Kapçı çok yaxşı oynuyor. Rəqibin qapısı bugün özünü yaxşı göstərir. Hərçənd ki qollar bıraksa da qapısını yaxşı seyvlərdir. Həsən və top oyundan kənarlaşdırılır. Rəqibin özünün qarşısına alınır. Alttan rəqib topu oyuna daxil edəcək. Behram. Riyad. Hasan. Tuncay çok yaxşı oynadı. Rakibin hücumunun karşısını aldı. Təhlükənin böyüməyinə imkan vermedi. Riyad özü ilerleyir. Riyad. Bu arada qeyd ki, AFFA tərəfindən bu günkü oyuna hakim təyin edilmədiyindən məşqçilər özləri oyunu idarə edirlər. US9 qaydalarında belə bir bənd var və tam qaydalara uyğun olaraq bu günləri
Məşqçilər oyunu idarə edirlər. Oyunun isə 15-ci dəqiqəsi gedir. Abbas topuna keçirir, Abbas eləyir, Abbas sərmə zərbəsi təyin olacaq. Sərmə zərbəsi təyin olacaq. Abbas'a qarşı çox davrandı. Sərmə zərbəsini Rofun komandası yerinə yetirir. Abbas ara məsafəsi tələb edir. Nəhayət ki, Mirsəli müəllimin yetirmələri oyunda ara məsafəsini tələb etdilər. Bir neçə oyun ərzində biz bunu müşahidə etmirdik. Riyaddan kapıya doğru zərbə. Həla. Riyad çox yaxşı oynadı buradan. Out. Ayf Grup Akademinin getirmələrindədir. Riyaddan geridəki zərbə. Abbas rəqibin hücum özlərik. Burada Uğur çox yaxşı oynadı. Hücumun qarşısını aldı. Bir anda Uğur. Uğur. Abbas. Həsən. İrəliyə doğru. Bəhram. Bu ələ keçirmək. Bəhram. Abbas. Top çıktı. Out. Rəqibindir. Ötürmə. Riyad topa da keçirir. Riyaddan kapıya doğru zərbə olacaq mı? Yoxsa ötürmə. Ötürmə üçün yox idi. Rəqibin indi əks hücumu izləyə bilərdik. Riyad. Abbas topu ele keçirir. Yeniden Rofunlar hücumu. Əla bir ötürmə. Qapısı yenə də yaxşı oynadı. Qabağa çıxmaqla hücumun qarşısını almış oldu. Bəhram. Həsəndən ötürmək. Kimə qeyri-dəqiq bir ötürüm oldu bu. Aman. Riyad güzel bir zərbe vurdu.
Ama Topkapı'nın çerçevenin içine daxil olmadı təəssüf ki. Güzel bir zərbə Ediriyatdan. Ediriyat. Bitirmək olmaz. Kenan. Güzel. Kenan, yine de Kenan. Güzel zərbə. Buradan kapıya doğru zərbə. Top kapının yanından keçdi. Oyunun əsas vaxtı bitib. Yəni ki, indilərdə oyun dayandırırlar. Nihat. Nihat'tan göze ötürmek Kenan. Nihat. Onun ise esas vakti bitip sonucu biz zirik. Bu sonucunda dakikdə o. Rəqibin əksi cümləsində çok oynadı. Ve bu arada oyunun birinci hissəsi bitti. Yok, cərmə zərbəsinə şərait yaradırlar. Bekçiler. Oyunun birinci hissəsi sona yetir, hörmətli tamaşaçılar. Rofum komandası birinci hissədə böyük hesabla üstünlüyü özündə saxlaya bildi.